İxtisasınız nədir? İxtisasınız nədir? Mənim ixtisasım tamam var. 5 fənn üzrə dərs deyirəm. Yo, başa düşdüm. Müəllim olaraq Neçə kitab oxumusunuz siz Yaponiyada? Sualı cavablandırın. Mühəndislik. Mənim ixtisasım Tokarın kişisi olmuşam. Mən xəçəlmişəm, gəlmişəm. Çox gözəl. Baxın, siz ona görə də bir pedaqoq olmadığınız üçün məsələlərə bir pedaqoji, psixoloji baxımdan yanaşa bilmirsiniz. Əstağfurullah. Belə deyilməyim. Bax, görürsün, şəxsimizə qədər fikir söylüyorsun. Yox, mən... Əslində qalsa, məktəbdəki pedaqoqları görürəm. Qulaqdan maaşı taxan müəllimdən nə gözləyirsən, hamısı belədir. İcazə verin. Bütün müəllimləri birləşdirə bilməz. Amma əksəriyyət dərs keçəlim. Bakıxanov Qaraçıqırda dərsə getdim, biyologiya dərsidir, yarpaq dərsidir. Uşağımı hazırladım. Getdim, gördüm ki, məktəbdə müəllim yoxdur. Oturdum, dərs keçdim. Uşaq çox belə səsli. Necə, siz müəllim olmuyor məktəbdə dərs? Gördüm ki, dərs boşdur. Yoxdur, müəllim gəldi. İndi mən sizə sual vermək istəyirəm. Mən bir dənə dərs keçdim. Məktəb direktoru dedi ki, yağın sinifdən qaçıb gediblər. Yoxdur. Qapı açdı, gördü ki, müəllim yarpağın şəkillərini yazı taxtasında izah eləyir bölümdür ki, sən bütün valideynlər mənə zəng elədi ki, mənim uşağımı götürüb hazırlayıb, böyük oğlum medusuna gedir. Mən sizə bir sual vermək istəyirəm. Siz bilirsinizmi ki, təhsil qanunvericiliyinə görə məktəbdən kənar şəxslərin məktəbə icazəsiz girməsi qadağandır, bu bir. Siz ümumiyyətlə bu, belə deyək də, hərəkətinizdən qanunu pozuntu eləmişsiniz. Bəs müəllimin dərsdə olmamaq nə deməkdir? İkincisi, o artıq məktəbin özünün nizam məsələsidir. Onu məktəb direktoru və yaxud da məktəbin pedaqoji şurası dəyərləndirməlidir, həmin müəllimlə bağlı nə cəza verəcək və yaxud da olmaz. Xanım, icazə versəniz, mən baxın. Mən özüm bir pedaqoqam, uzun müddət təhsil sahəsində müəllim kimi fəaliyyət göstərmişəm. Həm orta məktəbdə metodist olaraq çalışmışam, eyni zamanda qeyri-hökumət sektorunda trener olaraq işləmişəm, beynəlxalq dərəcəli trenerəm, əməkdar müəlliməm, həmçinin universitetdə də müəyyən müddət tədris aparmışam və ümumiyyətlə həyatımı təhsilə həsr eləmiş bir insanam. Bununla bağlı da mənim çox geniş fəaliyyətlərim var. Mənim 2 pulsuz təhsil saytım var. Bundan abituriyentlər çox yüksək səviyyədə bəhrələnir. Çox üzr istəyirəm. Bütün bu sadaladığınız hansı ki uğurlarınız var, bütün bunların fonunda ümumiyyətlə bir əməkdar müəllim olaraq Bahar xanımın bu səsləndirdiyi fikirləri necə qarşılayırsınız, necə təsir edir sizə? İndi birincisi, burada heç kəs Azərbaycan təhsil sisteminin, belə deyək də, yüksəklərdə, zirvələrdə olmasından danışmadı. Amma Azərbaycanda təhsil sisteminin olmaması, ümumiyyətlə yox dərəcəsində olması, təhsil sistemini qoydum bir kənara, böyük bir müəllim ordusu üçün deyilmiş, onların belə deyək də, vicdanına, əməyinə verilən bir dəyərsizlikdir də. Yəni, mən bunu şəxsən qəbul eləmirəm. Bu bir. İkincisi... Qızım yaşında bir müəllim vardı. Mən ona dedim ki, mən sənin qarşında baş əyirəm. Xanım, icazə verin. Belə mənələr var, əksəriyyət belə deyil. İnsanlar fərqlidir. Məktəblərdə əlbəttə ki, biz uşaq olanda da, bizdən 50 il qabaq da yaxşı müəllim var idi, savadlı müəllim